Azərbaycanın iki dəyərli şairinin Mars soyqırımları nəticəsində dünyasını dəyişdiyini bilirsinizmi? Söhbət Şamaxıda doğulmuş Abbas Səhhət və onun atası Əli Abbasdan gedir. Seyid Əzim Şirvaninin yaxın dostu olan Əli Abbas və oğlu Abbas Səhhət əhalinin maarifi üçün çox çalışırlar. Hər ikisi ziyalılar arasında tanınır, hörmət sahibi olurlar. Uzaqgörənliklər sayəsində ermənilərin cinayətlər törədəcəyini hiss edirlər. Mart qırğınlarından düz bir il əvvəldən başlayaraq məqalələrində və məclislərdə əhalini xəbərdar edir, silaha sarılmağa və müqavimətə səsləyirdilər. Mart qırğınları zamanı Şamaxı əhalisi kimi onlar da qaçqın düşürdülər. Hər ikisinin əlyazmaları və kitabları qırğınlar zamanı yandırılaraq məhv edilir. Ağır günlər nəticəsində ailə üzvlərini bir-bir xəstəlikdən itirməyə başlayırlar. İyul ayının 11-də isə hər iki şair eyni gündə tif xəstəliyindən vəfat edir. Cəmi 10 gün sonra isə Qafqaz İslam Ordusu Şamaxını daşnaqlardan tamamilə azad edir. Abunə olun ki, digər videolarda qarşınıza çıxsın.